Kartoqrafi təsvir növlərindən biri olan xəritələr təhrifli təsvirdir. Müasir xəritələri hazırlayarkən bu tərifləri müəyyən qədər azaltmaq üçün məqsədli olaraq həndəsi fiqurların köməyindən, yəni kartoqrafi proyeksiyaların köməyindən istifadə edilir. Situasiya sualımıza nəzər salaq. Sualda deyilir bizə, ekvatora daha yaxın ərazilərin daha az təhrifli təsvir olunmasında istifadə edilən proyeksiya növünü təyin edin və ona aid bir xüsusiyyəti qeyd edin. Ümumiyyətlə, ekvatora daha yaxın ərazilərin xəritəsini daha az təhrifsiz, yəni təhrif və yaxud da təhrifsiz təsvir edə bilmək üçün bizim köməyimizə ən çox çatan proyeksiya növü silindrik proyeksiyadır. Demək ki, biz bura silindrik proyeksiya adını qeyd etməliyik və bu proyeksiyaya aid bir xüsusiyyət ən azı qeyd eləmək tələb olunur bizə. Bu xüsusiyyətlərin içində biz yaza bilərik ki, demək həmin bu proyektlə bağlı ki, ekvator xətti boyu ərazi tamamilə tərifsiz, yəni sıfır tərifli xəttdir və yaxud yaza bilərik ki, burada meridian və paralellər düz bucaq altında bir-biri ilə kəsişirlər. Düz bucaq altında kəsişirlər. Bunu da biz doğru bir vəht kimi göstərə bilərik və yaxud da biz yaza bilərik ki, bura qeyd eləyə bilərik ki, burada meridianlar ayrı-ayrı nöqtələrdən şaxələnir və yaxud da biz bura qeyd eləyə bilərik ki, qütb enliklər daha çox təhrifli verilir, daha çox təhrifli göstərilir və sair bu kimi bəndlərdən birini doğru bənd kimi göstərə bilərik.